Əziz insanlar, əziz Azərbaycanlılar, əziz mənim xalqım, mən sizə bunu məsləhət görürəm. Məsləhət görürəm ona görə ki, mənim yaşım çoxdur, hər dəqiq ölə bilərəm. Amma siz gələcəkdə sağlam, gümrah, ağıllı, təfəkkürlü olmağınızı istəyirsinizsə, boylu puxunlu olmaq istəyirsinizsə, gözəl və göyçək olmaq istəyirsinizsə, bu iyonlaşmış sudu alın. Biz daha qabağa getdik Avropadan. Biz onu butulkalardakı suya töhmədik. Biz onu ayrıca bir adam üçün 2 butulka bəsi, balaca 30 qram. Bir adam, bir ilinə 2 dənəsi ondan lazımdır. 4 manat 10 qəpik, indi aptekdə 5-6 qəpiyinə qoyurlar onu, bilmirəm mən. Alın onu. Mən siz bilirsiniz ki, mən pul qazanmamışam. Allah mənim qabağıma pul da yazmayıb. Mən pul üçün demirəm. Mən bunu xalqıma tövsiyə edirəm ki, sağlam yaşasın. Mənim deyil bu da. Biləsiniz, əziz insanlar. Mən özüm saf bir insanam. Mən elə şeylərə getmərəm. Mənə oradan Allah yazmayıb eşib, qabağıma pul yazmayıb. Biləsiniz, siz birdən elə bilərsiniz ki, mən bu reklam eləyirəm ki, Rəşid müəllim yəqin burada gəlir. Xeyr, açıq danışıram. Mən xalqıma xidmət edirəm. Yazıqdır bu xalq. Uşaqlar doğulurlar, normal halda doğulmurlar. Uşaqlar çox gec dil açırlar. Baxın, son illərdə 3-4 yaşı var, hələ uşaq ana sözünü deyə bilmir. Bunların hamısının səbəbi yodun çatışmazlığıdır.